Əmək qanunvericiliyində bir sıra kateqoriyalara aid işçilər üçün iş müddətinin azaldılması nəzərdə tutulur. Qanunvericilik bu halları iki tam fərqli rejimdə tənzimləyir. Qısaldılmış və natamam iş vaxtı. Qısaldılmış iş vaxtı qanunun birbaşa tələbidir. Bu zaman əmək haqqı tam saxlanılır. 16 yaşınadək şəxslər həftədə maksimum 24 saat, 16-18 yaş arası yeniyetmələr, əlilliyi olanlar, hamilə və azyaşlı uşağı olan qadınlarsa 36 saatdan çox işlədilə bilməz. Eyni limit zərərli şəraitdə çalışanlara, eləcə də həkim və müəllimlərə də şamil olunur. Natamam iş vaxtı isə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və əmək haqqı saata münasib ödənilir. Ancaq işçi hamilədirsə, səhhətində problem varsa, yaxud 14 yaşadək və ya əlilliyi olan uşağa qulluq edirsə, işə götürən onun müraciəti əsasında natamam iş rejimi yaratmağa borcludur. Natamam iş vaxtı natamam iş günü və ya natamam iş həftəsi formasında ola bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Bəzi hallarda isə işə götürən işçinin müraciəti əsasında natamam iş vaxtı müəyyən etməlidir. Qeyd edim ki, bu işçinin səhhəti, hamiləlik, əlillik vəziyyəti, xroniki xəstəliyi olan uşağa və ya ailə üzvünə qulluq zərurəti ilə bağlı ola bilər. Həmçinin 14 yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların ərizəsi əsasında natamam iş vaxtı müəyyən edilməlidir. Yadda saxlamaq lazımdır ki, hər iki halda işçilərin əmək hüquqları qorunur. Staj və məzuniyyət müddətinin məhdudlaşdırılmasına yol verilmir.